Değerli izləyicilərimiz, hörmətli xanımlar və cənablar, bugün sizləri Zabrat qəsəbəsindən salamlayırıq. Zabrat qəsəbəsində 2 mərtəbədən ibarət şəxsi tikili həyət evini çəkib sizlərə təqdim edirik. Yataq otağı, açıq eyvan, xol, bar kimi nəzərdə tutulub. Növbəti ikinci yataq otağı çəkilişə 2-ci mərtəbədən başlamışıq. Şəxsi tikilidir, 4 sot torpaq sahəsinin üzərində inşa olunub. Ara kəsmələr belə qoşadaşla tikilib, kombi sistemi ilə təmin olunub. Birinci mərtəbənin dəhlizi, hər mərtəbənin özünə məxsus sanitar qovşağı var. Birinci mərtəbəyə aid sanitar qovşağı, geniş qonaq otağımız, evin bütün pəncərələri öz həyətinə baxır. Evin yerləşmə yeri Zabrat 1, 118 A-nın son dayanacağının 200 metr məsafəsində yerləşir. Mətbəx, keçid edə evin həyət yanı sahəsinə qeyd etdiyim kimi 4 sot torpaq sahəsinin üzərində inşa olunub. Evin bütün ağır işləri görülüb, qara işləri görülüb, yalnız kosmetik işi qalıb. Həyət yanı sahənin tam təmirə ehtiyacı var. Qeyd etdiyim kimi Zabrat 1-də 118 A nəqliyyat xəttinin son dayanacağının 200-300 metr məsafəsində yerləşir. Qiyməti 115.000 manatdır. Bu qədər.